Hamını tuturlar, baxın. Hamını tuttular. Kim gelmişti orada? Hamını bir tuttular. Bakın bakın. Bakın düşüblər. Cemaatın dalına. Zəhbətçilərin dalına düşüblər. Tuturlar hamını bir. Daha o deyil. Salam dəyərli həmvətənlər. Hazırda Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin işinə baxılır. Əli Kərimli onun barəsində seçilən həbs qəti imkan tədbiri barəsində şikayət verib. Bu işə baxılır. Amma əraziyə insanların toplaşmasına, cəbhəçilərin, qeyri-cəbhəçilərin toplaşmasına polis imkan vermir. Çox sayda polisi əraziyə töküblər. Orada onlar insanlara mane olur. Oradakı insanların yığışmasına, söhbətləşməsinə, ümumiyyətlə ərazidə dayanmasına imkan vermir. Müxtəlif vasitələrlə onları oradan uzaqlaşdırırlar. Xalq Cəbhəsi Partiyasının Təşkilat Şöbəsinin sədri Saqif Qurbanovun bu dəqiqələrdə saxlandığı bildirilir. Eyni zamanda Azərbaycan hakimiyyəti köhnə xəstəliyinə də tutulub. Bilirsiniz ki, mitinqlər keçiriləndə ərazidə interneti məhdudlaşdırırlar. Eyni hala yenə təkrarlayıblar. Mənim əlaqə saxladığım cəbhəçilər bildirir ki, onlar internetlə mesaj yaza bilirlər, amma nə videolu zənglər mümkündür, nə də video zənglərə cavab vermək, nə də çəkilən videoları göndərmək. Bu, bir daha Azərbaycan hakimiyyətinin cılız mahiyyətindən və bu işin Əli Kərimliyə qarşı quraşdırılmış işin necə qondarma olduğunu bizə aydın şəkildə görür. Qanunların çərçivəsində danışdıq ki, hüququmuz Apellyasiya Məhkəməsində iştirak eləmək sədrinin hüququmuzdur. Amma buna baxmayaraq bütün üzvləri məhkəmənin qarşısından kənarlaşdırdılar. Baxın, polislər düz keçidə qədər gəliblər. Bax, indi çəkdiyimə görə üzlərini çevirdilər hamısı o birisi tərəfə.